Salam olsun hər kəsə izləyicilər. Tam yatırımsız olaraq qazanc əldə edə biləcəyiniz bolqazan.com saytını sizə təqdim edəcəm. Bu saytda siz qeydiyyatdan keçdikdə sizə ilk olaraq 10 manat bonus verir və siz hər referalınıza görə, sadəcə qeydiyyatdan keçirilmiş referalınıza görə 1 manat məbləğinizin üzərinə hər referala görə gəlir. Bu saytda yatırım bölməsi də var, planlar var, sərmayə qoyulur. Hansı ki, burada məhsullar var, onları göstərəcəm sizə. Sərmayə qoymaq üçün mütləq şəkildə yatırım etməyiniz vacib deyil. Siz hər referaldan yığılan məbləği 50 manata çatdırdıqda sərmayə qoyaraq 50 manatı 30 gün ərzində balansınıza deməli 25 manat əlavə məbləğ artırmış olursunuz və qoyduğunuz 50 manat sərmayə depozit məbləği o birlikdə 25 manat ilə, yəni 75 manat olaraq 30 gündən sonra sizə qayıdır. Burada səhmlər bölməsi də var. Burada heç bir şey yoxdur gördüyünüz kimi. Məsələn deyir 100 manat, amma minimum 50 manatdır gördüyünüz kimi burada da qeyd olunub. Burada deyir ki, kompaniya ilk alışda 50%. Mağazan stok məhsulları əldə etmək üçün investisiya edib səhm alırsınız. Yəni bu həmin investisiya prosesini sadəcə referallardan yığılan günlük günlük deyil, hər referaldan yığılan 1 manata görə siz 50 manatı toplayaraq depozit qoyub, yəni sərmayə qoyub, biri var ki, öz vəsaitinizdən 50 manat ayırasınız, biri də var ki, hər referaldan yığılan 1 manatdan 50 manat toplanandan sonra bu məbləği sərmayə qoyub 30 günlük sərmayə planı aktiv etmiş olarsınız. Çıxarış etmək və depozit etmək bölməsi burada məbləğin üzərinə toxunduqda açılır gördüyünüz kimi. Balansı artır bölməsi var və çıxarış et bölməsi var. Balansı artır bölməsi nə üçün mən sizə göstərirəm? Mən təşviq edib sövq etmirəm ki, siz mütləq şəkildə hər hansısa bir yatırım edəsiniz. Xeyr, yatırım tövsiyəsi deyil. Hətta ümumiyyətlə istəyərəm ki, siz yatırım etməyəsiniz. Bu vacib deyil. Amma kim ki həqiqətən də tez bir zamanda o referallardan yığılan məbləğləri sərmayə məbləğinə çatdırana qədər həmin vaxt aralığını gözləmək istəmirsə, birbaşa depozit sərmayə qoymaq istəyirsə, o şəxsin öz şəxsi fikridir. Məbləğ minimum 50 manatdır. Burada qeyd eləyir ki, sorğu yarandıqdan sonra Telegramda bolqazan istifadəyə yazın. Yəni bu menecerə, sistemin sahibinə yazmaq üçündür. Kart hesabı əldə köçürün. Yəni kart hesabını ondan istəyirik və qəbzi həmin şəxsə göndəririk. Burada gördüyünüz kimi mesaj bölməsinə toxunduqda, butona toxunduqda avtomatik həmin menecerə yönləndirəcək ki, siz o şəxsin kart hesabını alasınız ki, sərmayə qoymaq üçün depozit edəsiniz. Yenə də deyirəm, heç bir ehtiyac yoxdur buna. Çıxarış et bölməsi var. Burada siz bank kartınızı yazırsınız. Qeydiyyatdan keçdikdə orada sətri var ki, həmin sətirdə 4 rəqəmdən ibarət parol təyin edirsiniz özünüzə və minimum 50 manat çıxarışdır. Heç bir komissiya yoxdur. Sistemin iddiası budur və də 24 saatda iddia edir ki, pul sizin kart hesabınıza heç bir komissiyon olmadan rahat şəkildə köçəcək. Deməli, məhsullar bölməsində görə bilərsiniz ki, deməli standart sıra, bütün deməli markalar, bütün modellər, bütün yaddaş, bütün rənglər. Burada məhsullar var. Təbii ki, stokda deməli sınırlı deyirlər də, yəni limitli sayda olan sadəcə iPhone-lar görünür burada. Bütün markalara toxunduqda çıxmır hər hansısa bir xana sanki. Geri qaydaq ya da yeniləyək görək. Yeniləndi və buradan dəvət linkinizi kopyalayaraq, baxın kopyaladınız, istədiyiniz şəxsə göndərirsiniz və ona görə sizə hər bir qeydiyyatdan keçən referala görə 1 manat yığılır. Yenə deyirəm, 50 manat olanda siz həmin 50 manatdan istifadə edəcəksiniz. Gördüyünüz kimi 10 manat qeydiyyatdan keçəndə verib və 2 nəfər də qeydiyyatdan keçib İlqar Qartal və bunlara görə də mənə hər birinə görə 1 manat məbləğ ora daxil edib. Daha sonra sifarişlərimdə də heç bir şey yoxdur. Məhsullara baxın deyir, yenidən bu bölməyə qayıdır. Əlaqə olaraq siz burada görə bilərsiniz ki, əlaqə bölməsi açılacaq.
bol qazan ilə deyir əlaqə saxlayın. Gördüyünüz kimi burada bol qazan müştəri xidmətinə qoşulduqda, yəni ona yazdıqda zaten sizə cavab verəcəklər. Hər gün 9-dan 22:00-a qədər onlayn dəstək 7/24 yazır. Amma bəlli bir vaxtlarda deməli deaktiv ola bilər, onlayn olmaya bilər. Daha sonra burada başqa nəyimiz var? Haqqında bölməsində oxuya bilərsiniz. Dəvətlərin bölməsi zaten həmin xanadır bura. Belə, çox da böyük bir funksiyada deyil, amma dediyim kimi heç bir yatırım etmədən mənim də dəvətin kimi videonun açıqlama bölməsində, həmçinin də şərhlər bölməsində, yorumlar bölməsində dəvət linkini orada qeyd edəcəm. Kimlər ki dəvət qeydiyyatımdan keçmək istəyir, linkə toxunaraq qeydiyyatdan keçərlər. Buradan isə çıxış edim. Sonda isə baxın dəvət et 15% qazan deyir. Qeydiyyat bölməsi istifadəçi adı yazırsınız. Məsələn Ruslan 55 və yaxud da digər formatda şifrə təyin edirsiniz özünüzə. 6 rəqəmdən 6 simvoldan, yəni rəqəm, hərfdə daxil olma fərq eləmir və yaxud da rəqəm də qoya bilərsiniz. Reklam olaraq deməli eyni qaydada, yəni ki burada reklam nədir? Addır. Artıq adınız və soyad bölməsində də soyadınız qeyd olunur. Seçimdə qadın, kişi olaraq seçə bilərsiniz. Nömrənizi 70 ilə, yəni 070, 077, 050, 051, yəni bu formatda hansı ki burada qeyd edib o qaydada qeyd edirsiniz. Burada isə 4 rəqəm şifrə təyin edirsiniz ki, bu sizə çıxarışda tələb olunacaq pul çıxarışı zamanı. Riyazi təsdiq isə məsələn məndə 1/10 gəlir, yəni 11 eləyir. Sizdə başqa rəqəmlər hesablaması gələ bilər və qeydiyyatdan keç sözünə toxunaraq rahat şəkildə qeydiyyat ola bilərsiniz. Uğurlar olsun hər kəsə, bol qazanc diləyirəm. Videonu bəyənib kanala abunə olmağı unutmayın.